Bismillah deyərək başlayaq indi, şeytanın bağrını yandıraq biraz. Küfür ocaqların göstərib aşkar, şeytanın yoluna edək etiraz. Qarşıdan iblisin bayramı gəlir, ürək sözlərimi hazırlamışam, bütün kafirlərə ulaşsın sözüm, axı bunu əziyyət çəkib yazmışam. İstehza eləmək üçün bu günə Nevroz deyə xitab eləyirəm mən. Bu günü bayram tək qeyd edənlərə Allahdan hidayət diləyirəm mən. Uca Allah nəyi haram edibsə, demək olar hamısı o gün edilir. Qeybəti, yalanı, qulaq pusması, tonqalı belə uğur üçün edilir. Deməli, bu bayram dedikləri gün martın 20-si 21-idir. Bəs bunun təməli hardan baş verib? Ən başdan sizlərə danışım indi. Nevroz farsların bayramı sayılır. Bahai təqviminin ilk günü oldu, həm də ki zərdüştlük inancı üçün atəşpərəstliyin bir rəmzidir bu. Qədim fars dilində nəva yeni, razah isə gün anlamındadır. Yəni Nəvrazı yeni gün demək, indi bildinizmi nədir bunun adı? Bu günün Avesta adlı kitabda qədim bir inancın uçotu vardır. Məsələ budur ki, bu inancdakı atəşə ibadət sübutu vardır. Bu batil inancın rəmzidir atəş. Ölümcül virusdan betər yayılır. Bunu yaxşı bilin, İslam dinində o da atəş əzabın rəmzi sayılır. Adını bayram qoyduqları gün, haramlar içində bir çox haram var. Necə də tonqala sitayiş edir Allaha şirk qoşan bir çox avamlar. Bəs burada şirk küfür olan şey nədir? Bunu deyirəm ki, hamı anlasın. Tonqalın üstündən hoppanıb deyir mənə gələn bəla, bu odda yansın. Oddan hoppanmağın anlamı budur. Bunu deməsə də qəsdi belədir. Bunlar anlamır ki, gələn bəlanı dəf edən tək aləmlərin Rəbbidir. Bu gündə nə qədər haram işlənir. Atəş ətrafına təvaf edirlər, həyətə gizlincə daxil olurlar. Bunlar bu gedişlə oda gedirlər. Cəmaatın evinin için pusurlar. Qulaq falı deyilən bir adətdir bu. Qeybi Allahdan başqa bilən yox, əlbəttə Qurandan bir ayətdir bu. Cavan qızlar gedib qonşu evlərə, dinləyir görüm nə eşidəcəm. Pis eşitsə deyir evdə qalacam, xoş sözdə sevinir ərə gedəcəm. Üzük falı da eyni bunun kimidir. Üzük neçə dəfə dəysə bardağa, güya o yaşda gedəcək ərə. Bunlarda artıq şirk dönüb marağa. Auzubillah, necə iyrənc şeydir bu. Allahın adından danışır yalan. Üstəlik bunu evlada öyrədən, axı necə özünə deyir müsəlman. Hələ bahar qızı görün neyniyir? Bəzənir, düzənir, gülür, oynayır. Güya ki baharın təmsilidir bu, naməhrəmlər ilə mahnı oxuyur. Keçəli, kosası, bir çox təlxəyi, şeytan bunları uçuruma götürür. Məgər bu özü də haram deyilmi, yalanla milləti deyib güldürür. Kişiliklərindən yoxdur əlamət. Çox səviyyəsiz əməl edirlər. Bir-birini qoyub heyvan yerinə, həm də bunu uşaqlara öyrədirlər. Kosayla keçəlin bir şeiri var. O şeirdə saqqala dil uzadırlar. Saqqalı it quyruğuna bənzədib fitrətə istehza edirlər bunlar. İzinsiz haramdır yad evə girmək. Çünki o həyətdə naməhrəm də var. Həyətə izinsiz daxil olaraq utanmır yad evə papaq atanlar. Səməni qoyurlar bərəkət olsun. Ruzini verən Ər-Rəzzaq deyilmi? Allaha niyə nankorluq edirsiniz? Səməni sizlərə ruzi verirmi? Bir də ki yumurta döyüşdürürlər. Hələ başlamamışdan kəsilir şəhət. Uduzan udana bir şeylər verir. Bu isə qumardan sayılır əlbət. Bir çox şirniyyatlar bişirilir. Bax, heç birin yetimə kasıba vermir. Aparıb ölmüş kimsənin qəbrinə güya öləni bayramda yad eləyir. Ölən bir kimsənin ehtiyacı yox, sənin bişirdiyin şirniyyatlara, kör-körənə zəlil həyat sürməyin, son verin bu çirkin xurafatlara. Bu qədər şeyləri sırayla saydım, özünə müsəlman deyən çəkinsin, kafirin bayramın qeyd edən insan, özü də onun tək kafirdir bilsin.